Atropat kimidir? Sadə yox, kral yaratmış adam. Atropat sadəcə bir hökmdar deyildi. O, bütöv bir ölkəyə ad verən adamdır. Bu tarixdə çox nadir haldır. Adından dövlət yaranan digər məşhur şəxs yalnız Amerika Vespuccidir. Amerika 1. Atropatın süper gücü. Mövqeyi qorumaq. Makedoniyalı İskəndər Persiyanı dağıdanda çox hökmdarlar qaçıb gizləndi. Atropat isə İskəndərin yanına gedib sadiqlik göstərdi, amma eyni zamanda öz torpaqlarını qorudu. Yəni həm gec, həm də ağıllı siyasətçi idi. 2. Qızını İskəndərin yaxın sərkərdəsi ilə evləndirdi. Qızını Perdiqqa ilə evləndirərək siyasi gücünü böyütdü. O dövrdə bir evliliklər bir növ müttəfiqlik müqaviləsi idi. 3. Məmləkətin adı dəyişdi. Atropatena. İskəndər öləndən sonra imperiya dağılır, sərkərdələr hamısı öz payını götürürdü. Atropat isə fürsətdən istifadə edib müstəqil dövlət qurur. Atropatena. Bu ad sonralar Adarpatakan Azərbaycan formasına qədər dəyişdirilərək gəlib. 4. Onu odun qoruyucusu adlandırdılar. Atı od, pat qoruyan. Yəni atropat adı tərcümədə odu qoruyan deməkdir. Bu da regionun üzvləşdirilikdə bağlı olduğunu göstərir. 5. Şimaldan cənuba qədər ərazisi vardı. Atropatena dövləti bugünkü Cənubi Azərbaycan, şimal-qərbi İran, Urmiya gölü ətrafı əraziləri əhatə edirdi. Bütün bölgədə söz sahibi idi. Sağ olun, salamat qalın.